Gəlin 11-ci sinifin 2025-ci ilə aid olan buraxılış imtahanından bir neçə testin nizamına nəzər yetirək. Baxırıq 20-ci testimizə. Baxın, biz bilirik ki, let-dən make-dən sonra tusuz məsdir. Yəni, let-dən make-dən sonra to olmaz və let-dən make-dən sonra fe'limiz şəxsə, cəmiyyətə, zamana görə dəyişə bilməz. Ona görə də düzgün cavabımız olacaqdır let və show. Baxıram 21-ci testimizə. 21-ci testimizdə baxırsınız deməli. The students prepared for the competition by motivating and organizing schedule. Baxın, burada deyir ki, tələbələr yarışa özlərini motivə edərək və cədvəl hazırlayaraq, daha doğrusu cədvəl təşkil edərək hazırlandılar. Baxın, burada ikinci tərəfdə schedule, yəni nə deməkdir bu? Cədvəl deməkdir. Cədvəl isim olduğuna görə isimsiz işlənəni ələyirəm. Deyərsən sonra isim gəlməz, olmaz. Burada it-in ümumiyyətlə yeri yoxdur, yanlışdır. Yenə də eyni qaydada bizə isimlə işlənən yəli əvəzliyi lazımdır. Özlərini motivə edərək deyərək də bu yarışa hazırlaşdılar. Ona görə də deyir, student sistemdə olduğuna görə dem servis özlərini motivə edərək, yəni ruhlandıraraq və özlərini cədvəl hazırlayaraq, təşkil edərək yarışa hazırlandılar. Baxıram indi 22-ci testimizə. Baxın, burada heç cümləni oxumadan baxıram ki, informationla bağlıdır bu sualımız. Yəni, information biz bilirik ki, sayılmayan isimdir. Sayılmayan isimlər cəmlənməz. Sayılmayan isimlər en artiklı, daha doğrusu qeyri-müəyyən artiklı qəbul etməz. Yenə də cəmlənməz. Yenə də, indi deməli, ya qaldı B bəndi, ya da qaldı Y variantı. Baxırıq burada. Deyir ki, an information piece. Bu deməli, numarativ sözün işlənməsində yadınızda saxlayırsınız. Of-dan istifadə edərək düzəldirik. A piece of information düzgün olanıdır. Yəni, bu yanlışdır. Deməli, düzgün cavabımız oldu B bəndi.